Baxın, deyir ki, Əbu Səid Əl-Xudridən gələn rivayətə Peyğəmbərimiz buyurur, Allah yolunda bir gün oruç tutan elə bir bəndə yoxdur ki, Allah o günün səbəbi ilə onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırmasın. Bir oruca görə. Əbu Məmə deyir ki, ya Allahın Rəsulu, mənə elə bir əməl göstər ki, Allah onunla mənə fayda versin. Dedi, oruca sarıl. Çünki onun tayı bərabəri yoxdur. Oruç tut, çünki onun bənzəri yoxdur. Onun tayı yoxdur, deyir Peyğəmbərimiz s.ə.v. Şaban ayı nədir? Belə bir müstəhəbdir. Baxın, nə deyir Peyğəmbərimiz? Axır bir gün orucla tamamlanan kəs cənnətə daxil olar. İnsan var ki, orucu o qədər sevir, müstəhəb əməlləri sevir, orucu sevir. Allah onu öz dərgahına orucla aparır. Ona görə də, yəni ömrü bir gün orucla tamamlanan, istər orucu halda vəfat etsin, istər də orucdan sonra cənnətə əvvəlkilə birlikdə daxil olan bir insan olar. Oruc bu qədər nədir? Gözəl bir şeydir. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Oruc və Quran qiyamət günü bəndə üçün şəfaət edər. Oruc deyər, ey Rəbbim, mən onu yeməkdən və şəhvətdən saxladım. Məni onun barəsində şəfaətçi elə. Quran deyər, ey Rəbbim, mən onu gecələr yuxudan saxladım. Quran oxuyar gecələr. Məni onun barəsində şəfaətçi elə. Allah buyurar, onların hər ikisi də şəfaət edər. Ona görə də artıq bütün bilirsiniz, dünya bunu deyirlər. Yəni insanın ac qalmasına fayda var. İndi su orucu deyirlər, bilirsiniz. Uzun müddət yəni yemək yeməmək. Elə isə oruç tutaq. Gözəldir.